Hökməli məktəbinə çox yaxın bir ərazidə. O məktəbə yaxın ev axtaranlar, xəstəxanaya, parkinqə, bağçaya, yola, hər yerə yaxın ev axtaranlar üçün sizə bir dənə yaxşı vaxt tapmışam. Bax, avtobus 10 metrliyindən getdin birbaşa Əcəmiyə. Hökməli qəsəbəsindəyik, bu kənd sovetinin yanında. 3 otaqdır, 3 dənə sayğac var. Qiymət də cəmi neçəyə? 39 minə. Yəni 39 min bu ev üçün həqiqətən havalı qiymətdir. Bax, evimizin bu qəşəng bir dənə zaldır. Zalın uzunluğu da 11 metrdir qardaşım. Qazı, işığı, suyu yenə deyirəm. Mərkəzi kanalizasiyası hamısı var. Bax, bu evimizin bir yataq otağıdır. Bunun laminatı alınıbdır. İndi onu kim alsa özü vurar inşallah. Gəldim, bax, burada. Belə bir dənə deçik otağıdır qardaşım. Bax, bu deçik otağıdır, boşa otağıdır. Qiyməti əla, məktəbə yaxın. Kirayə versən, bugünkü gün bu evi sən ən aşağı apart-pullu 300 manat sən buranı kirayə verəsən. Niyə görə? Çünki məktəbə yaxındır. Sənət bələdiyyə sənə dedi, qaz, su, işıq, bax təşkil edirəm. Hamı zənciyi soruşur. Bütün sayğacı var mənim qardaşım. Bütün sayğaclar qanuni şəkildə var. Sənət bələdiyyə sənə dedi. Məclisə kanalizasiya var. 2 sot yarımın içində 3 otaq, cəmi nağd və tək qiymət 39 min. İndi gəlib nəyə çocuğun tanış edəyək. Bax, bura koridordur, elə bir girdim, bura xudmani koridordur, qəşəng də keçi var. Burada da belə bir hamam sanuzeli var. Dəncə qardaşım. Bax, bu evimizin bir hamam sanuzelidir. İndi isə sizi evimizin çöllə tanış edəyək. Baxın, bu da evimizin ümumi çöldən görünüşüdür. Yenə deyirəm. 39 min üçün ideal evdir. Yəni düşmə variantdır, məktəbə yaxın ev axtarırsınızsa, yəni bu qiymətə, yəni bu ərazilərdə ev tapmaq biraz çətin məsələdir. Amma biz neyini? Biz sizin üçün tapmışıq 39 minə. Qeyd edə, bu da 3 sotun içində də. Buna aid, nəmindir burada? Çox genişdir. Bax, yağış yağır, havadan ruzi bərəkət yağır. Bu ruzi bərəkətli gündə də mən bu evi sizə satacağam inşallah. Sağ olun, salamat qalın.